Salam əziz dostlar, Türkiyədə qiyabi şəkildə idman və ya turizm ixtisasını oxumaq istəyən bir tələbə bizdən soruşur ki, mən bu ixtisaslardan birini qiyabi şəkildə oxuya bilərəmmi? Əgər qiyabi oxusam, illik təhsil haqqı nə qədər olacaq? Əzizlərim, bu dəqiqə Türkiyədə qiyabi ali təhsilin illiyi təxminən bizim pulla 850 manatdır. Qəbul olduqdan sonra bunu yarı-yarı universitetə ödəyirsiniz. Yarısını oktyabrda, digər yarısını da ikinci semestrdə fevral ayında ödəyirsiniz. Universitetin illik təhsil haqqını ödəmək üçün Türkiyəyə getməyə ehtiyac yoxdur. Azərbaycanda istənilən Ziraat Bankasından universitetin illik təhsil haqqını ödəyə bilərsiniz. Əzizlərim, siz Azərbaycanda işləyirsiniz və həm də istəyirsiniz ki, ali təhsil alasınız. Biz bu şəraiti isə yaradırıq. Siz Azərbaycanda işləyə-işləyə Türkiyədə qiyabi şəkildə ali təhsil ala bilərsiniz və imtahan vaxtları da Türkiyəyə getməyə ehtiyac yoxdur. Azərbaycanda imtahanlarınızı verə bilirsiniz. Əgər siz universitetə qəbul olmaq istəyirsinizsə, 11-ci sinif atestatınız və ya kollec diplomunuzla bizə yaxınlaşın, biz sizin qəbulunuzu alaq. Biz bu dəqiqə 4 ofisdə fəaliyyət göstəririk. Mərkəz ofisimiz Qaraqarev filialı, digər filiallarımız Lökbatan filialı, Ələt filialı və Naxçıvan filialı. Əgər siz Naxçıvanda yaşayırsınızsa, Bakıya gəlməyə ehtiyac yoxdur. Və Ələtdə yaşayırsınızsa, Lökbatanda yaşayırsınızsa, Qarayevə gəlməyə ehtiyac yoxdur. Həmin filiallarımıza yaxınlaşırsınız və biz sizə köməklik edirik və qəbulunuzu alırıq. Ekranda qeyd etdiyim nömrəni əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz.